Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən qonşu və dost İran xalqının hazırki ehtiyaclarının təmin edilməsi məqsədi ilə İrana humanitar yardım yola salınıb. Azərbaycan Respublikasının prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İran İslam Respublikasına yola salınan humanitar yardıma 30 tona yaxın qida məhsulları, bunun həmçinin un, düyü, qənd, çay, eyni zamanda dərman ləvazimatları da daxil olmuşdu. Qeyd edək ki, İran İslam Respublikasına yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kiloqrama yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir. Nuray Qədirli, Vüsal Bayramov, APA TV.